Salam Ofis 9 izləyicilərimiz, xoş gördük. Əzizlərim, bugün Maşdağıda, Xəyal Marketin yaxınlığında 293 nömrə məktəbin yaxınlığında dostlar sizə jackpot çıxartdım. Jackpot nədən ibarətdir? 4 sopda dostlar, 4 sopda gördüyünüz baxın maşallah olsun. Həqiqətən də şəxsi tikili, qoşa daşla inşa olunmuş evimiz çıxdı satışa dostlar. Görürsünüz bax, hər tərəfi dostlar yarı tikilidir əzizlərim. Gəlin bura, baxın maşallah, həqiqətən də dostlar, onu da xatırladıram, evimiz kürsülü evdir dostlar. Həyətində növbə-növ meyvə ağaçları, əzizlərim, gördüyünüz kimi baxın, tam etinə kimi hər şey vurulub, hazırdır. Evimizə dostlar, təmirə ehtiyacı var. Bəri başdan deyirəm, əzizlərim, evimizin təmirə ehtiyacı var, amma sonunda qiyməti deyəcəm, həqiqətən də şok olasınız dostlar. Yəni bu cür ev, bu cür qiymətləri Maşdağıda yoxdur dostlar. Baxın, girişdə görürsünüz, belə bir təmirsiz hamam-salonuz yerimiz və belə bir otağımız dostlar. Gedək sizi əsas evin içi ilə tanış edeyim əzizlərim. Yenə xatırladıram, evimiz 4 sotda dostlar, Xəyal Marketin yaxınlığında 293 nömrə məktəbin yaxınlığında girişdə gördüyünüz kimi əzizlərim, maşallah baxın, çox böyük mətbəximiz, əzizlərim, mətbəx mebelinə kimi. Yəni bu evdə nə görsəz tam əşyalı dostlar, tam əşyalı satılır əzizlərim. Gəlin baxın, burada belə bir görürsünüz dostlar, bax burada da kürsü var əzizlərim. Girişdə belə bir geniş gördüyünüz kimi qonaq otağımız dostlar, maşallah olsun, çox genişdir ha dostlar. Baxın, burada belə bir gördüyünüz kimi birinci yataq otağımız əzizlərim. Düzdür, təmirə ehtiyac var. Amma ki dostlar, bugünkü günü kasıb təbəqənin əsl əlim yandıda variantıdır dostlar. Baxın, burada da belə bir ikinci gördüyünüz kimi dostlar, yataq otağımız və burada belə bir görürsünüz dostlar. Baxın, burada da hamam sanuzerimiz mövcuddur ki, bundan da yəni buranı əl damı kimi də istifadə edə bilərsiniz. Əzizlərim, gedək çöldə də hələ bir başqa bir tikintimiz var, yarı tikinti. Getdik dostlar. Əzizlərim, baxın, bayaq söhbət elədiyim həmin yer, bax buradır dostlar. Gördüyünüz kimi, yarım tikili yerimiz. Əzizlərim, bax gördüyünüz bu hissə də bu evə aiddir dostlar. Gəldik qiymətinə. Evimizin qiyməti əzizlərim, heç nə, pulsuz. Yəni, sənətdir, Qubçaya gedən sənətdir. Qiyməti cəmi 45.000 manata deyilir əzizlərim. Reallıq olsa cüz endirimdə olacaq. Allah alana da, satana da xeyir versin.